Salam hörmətli tamaşaçılar, mən bloger Orxan Şirinli, hər birinizi salamlayıram. Bu günləri Xankəndi Malldan gözəl bir çəkilişimiz olacaq. Doğrudan da həmişə buradan keçirdik, görürdük ki, burada çox gözəl obyektlər var, hansı ki satışla məşğuldur. Elə isə gedib onları yaxından çəkək sizə, göstərək ki, Xankəndinə gələndə məhz Xankəndi Mallda bax belə bir ticarət mərkəzinə gələsiniz, alış-verişinizi edəsiniz. Elə isə yaxınlaşaq. Bəli, Xankəndi Mall 2 mərtəbədən ibarətdir. Birinci mərtəbəsində suvenir mağazası, paltar dükanları, uşaq məktəbə qədər əyləncə zonası var. Və eləsə biz birincidən başlayaq. İndi daxil olduğumuz mağaza suvenir mağazasıdır. Vitrinlərdə çox gözəl belə mükəmməl burada hədiyyəliklər var. Baxın, indi özünüz əyani şahid olursunuz. Belə maraqlı külqablar. Sonra əl işləmələri olan belə armudu stəkan, fərqli əl işləmələrinə malik armudu stəkanlar. İndi burada görürsünüz, Qarabağa gəldiyinizi bildirən burada belə suvenirlər var, qəhtanlar var, Azərbaycanca yazısı olanlar və belə suvenirlər də alıb siz öz evinizə məhz Xankəndidən yadigar qoya bilərsiniz. Fərqli suvenirlər hər növdə, hər ölçüdə burada görürsünüz. Bal satışı da burada var. İndi operatorumuz yaxından çəksin. Burada bal satışı, fərqli əl işləmələri var. Baxın, burada təsbehlər, namaz qılanlar üçün də həmçinin təsbehlər var, saatlarımız var, ramkalar var. Hər birisi məhz Xankəndidə, Xankəndi Mallda bu deməli mağazada yerləşir, əldə edə bilərsiniz. Bax, belə gözəl çantaları da həmçinin. Çox maraqlıdır bu mağazada. Gördüyünüz kimi burada bu əşyalar satılır. Hədiyyəliklərinizi Xankəndi Mallda məhz ART Cilt Shop'dan əldə edə bilərsiniz. Burada obyektlər də var. Obyektləri də götürüb siz öz satışınızı həyata keçirə bilərsiniz, ticarətinizi qura bilərsiniz. İndi Stilmen kişi geyimləri mağazasındayıq. Bizim Fazil qardaşımızın burada mağazasıdır. Çox da gözəl məhsulları var. Belə gözəl cilt şalvarlar, sport şalvarlar, pol klassik şalvarlar, fərqli köynəklər, urbaşqalar. Baxın, kətan, pambıq materiallı burada gözəl məhsullar sərgilənir. Hər növdə burada geyimləri siz Stilmen kişi geyimləri mağazasına əldə edə bilərsiniz. Yay mövsümünə uyğun belə ketalar, krasovkalar, ayaqqabılar, zamuş ayaqqabıları, dəri ayaqqabıları da siz mağazamızdan Stilmen kişi geyimləri mağazasına əldə edə bilərsiniz. Burada da fərqli kətan urbaşqaları, sərin materiallı köynəkləri siz əldə edə bilərsiniz. Baxın, belə setka ayaqqabılardır, fərqli rənglərdə ketalardır. Hər birisini siz əldə edə bilərsiniz məhz Xankəndi Mallda. Şortiklərimiz də var. Burada hər növdə çimərlik mövsümünə uyğun və evdə geyinməyə şortikləri də siz deməli Stilmenden əldə edə bilərsiniz. İndi yaxınlaşaq ora. Orada da məhz mağazanın girişində də belə gözəl ayaqqabıları siz Stilmenden əldə edə bilərsiniz. Çox da belə materialı yaxşıdır. Hər birisinin həqiqətən də elə əlini vurmaq kifayət ki, tam dəri olduğunu hiss edirsən. Dəri materiallı ketalardır, krasovkalardır. Yenə dediyim kimi Stilmen kişi geyimlərindən əldə edə bilərsiniz, hörmətli məhz alıcılar, Xankəndi Mall'un sakinləri. Elə isə biz yenidən foyaya çıxdıq. İndi istəyirəm, bax, daxil olanda həmən sol tərəfə dönürsünüz. Stilmen kişi geyimləri mağazası sizi qarşılayır. İndi hal-hazırda biz daxil oluruq Kəlağayım mağazasına. Burada da milli üslubda kəlağayları siz mağazamızdan
əldə edə bilərsiniz Kəlağayın mağazasından. Fərqli növdə, bax belə gözəl hər rəngə mənsub kəlağayları, hörmətli xanımlarımız, siz bu gözəl mağazadan əldə edə bilərsiniz. Deməli, Kəlağayın mağazası tək kəlağaylar satılmır. Eyni zamanda burada müxtəlif növ aksesuarlar da sərgilənir. İndi istəyirəm ki, onu da operatorumuz göstərsin. Baxın, çox gözəl burada və digər vitrində də siz burada aksesuarları əldə edə bilərsiniz. Həqiqətən də yolunuz əyərləri Xankəndi mola düşərsə, mütləq bu mağazanı da ziyarət etmək lazımdır. Çox fərqli, bir-birindən belə görünüşünə görə seçilən gözəl bujuteriyaları, aksesuarları siz hardan əldə edəcəksiniz? Kəlağayın mağazasından əldə edəcəksiniz. Bəli, indi foyedə gəzişəndə biz burada çox gözəl bir məkanla rastlaşırıq. Kübar kafe restoran şəbəkəsi hal-hazırda bu içərisidir. Burada indi görürsünüz tədbir həyata keçirilir. Hal-hazırda siz elə bu kafeteriyada da tədbirin keçirilməsini görürsünüz. Günün istənilən saatı burada insanlar çox olur. Ailələr Xankəndinə gələn qonaqlar gəlirlər, burada istirahətini edirlər. Çay süfrəsi ətrafında sərin içkilər də təqdim olunur və çöldə də həm qapalı məkanı var, həm də terras hissəsi var ki, hansı ki orada da siz məhz Xankəndi Molun Kübar restoranının terasında da oturub çayınızı içə bilərsiniz, sərinləyə bilərsiniz. İndi ikinci mərtəbəyə qalxırıq. Gəlin görək, bu yeriyən nərdivandan istifadə edək. Görək ikinci mərtəbədə məhz bizi nələr gözləyir. İndi ikinci mərtəbəyə daxil olduq Xankəndi Molda. Bax belə Kemiso Kids Zona adlı bir mağaza var. İndi istəyirəm oranı operatorumuz çəksin. Kemiso Kids Zona. Gəlin daxil olaq, görək bu uşaq mağazasında bizi nələr gözləyir. Salam, xoş gördük. Yəni, uşaqlarınız balacadsa belə gözəl məhsulları siz buradan əldə edə bilərsiniz. Mən də buradan qızım Nuraya gözəl bir paltar seçəcəm inşallah. Artıq belə paltarları geyinmə vaxtıdır. Maşallah yavaş-yavaş böyüyür. Və belə dəst şalvar kofta, tək cins şalvarlar və eyni zamanda digər burada məhsullar ki var, hamısını əldə edə bilərsiniz. Birazca böyük uşaqlara Kemiso mağazasından bax belə 30 manata belə gözəl bir yay mövsümünə uyğun uşaq deməli paltarını əldə edə bilərsiniz. Burada da müxtəlif növ belə məhsullar var. Baxın, görün nə gözəldir. Hardadır? Xankəndidə Kemiso Kids Zonadadır. Həqiqətən də möhtəşəm məhsulları var. Burada baxın, gözəl uşaq ayaqqabıları, çəkərəkləri, ketaları, daha sonra baxın belə pioner stilli o vaxtlar uşaqlar 90-cı illərdə məktəbə belə pioner paltarlarını istifadə edərək gedirdilər. Baxın, necə gözəl. Burada da yenə də ketalar, fərqli uşaq paltarları da yenə də burada qış mövsümünə uyğun belə əldə edə bilərsiniz. Hamısı da həqiqətən də əlimi vururam, görürəm ki, çox keyfiyyətlidir. İndi biz daxil oluruq bura. Burada yenə də uşaq papaqlarıdır. Balaca uşaqlar üçün gecə geyimləridir. Balaca uşaqlar üçün gecə geyimləri, papaqlar və biraz böyük uşaqlar üçün burada yenə də fərqli paltarları görə bilərsiniz. Burada oyuncaqlar, mişqalar, pultlu maşınlar və digər oyuncaqları da siz Kemiso Kids Zona mağazasından əldə edə bilərsiniz. İndi artıq bu mağazada işimizi yekunlaşdıraq. Girişdə də belə gözəl uşaq çantaları var. Baxın, necə qəşəng, həqiqətən də möhtəşəmdir. Uşaq paltarları, belə hər şey burada yenə də sərgilənir. Çox gözəl mağazadır, mən çox bəyəndim, təşəkkür edirəm. Bəli, indi Şahin mağazası da dizaynına görə fərqlidir, çox gözəldir.
Baxın, burada yenə də uşaqlar üçün belə asılqanlar, abadoklar və burada müxtəlif növ bujteriya, deməli bilərziklər, kosmetika çantaları, kəlağaylar. Burada da bu hissədə də bujteriyalar sərgilənir. Hörmətli tamaşaçılar, əziz Xankəndinə gələn qonaqlar və Xankəndi sakinləri. Burada da proşkalar, abadoklar, uşaqlar üçün uşaq askiləri, rezinləri, proşkaları həmçinin və burada kosmetika bölməsindən də bədən spreyləri, tenlər, pudralar, kremlər, yenə də proşkalar da aşağıda var. Əldə edə bilərsiniz Şahin mağazasından. Kosmetika bölməsinin biri də burada yaradılıbdır. Çox da gözəl məhsulları var. Yenə də Şahin mağazasının çox mükəmməl düzülübdür. Həqiqətən də hər şeyi rahatlıqla əldə edə bilərsiniz. Burada da pomadalar, blesklər və saat və bujteriya, hədiyyəlik vitrin də buradır. Müxtəlif növlərdə aksesuarlar, komplektlər, bujteriyalar, seflər, bilərziklər və bəyləri də unutmayıblar. Bəylər üçün də fərqli növdə alışqanlar da gətiriblər. Bu alışqanlar bizim Avon Parfümeri mağazasında da var. Həm alışqandır, həm də saatdır. Bax, bunu belə yuxarı qaldıranda yanır. Gizli alışqan da demək olar ona. Çox gözəldir. Baxın, burada bax, bu ətirləri hər yerdə tapmaq olmur. Bizim mağazada da var. Xankəndidə deməli Şahin mağazasında da var. Çox gözəl ətirlərdir. Bunların iyini bilirəm. Yarada həmçinin və digər buradakı ətirlər də. Bəli, Şahin mağazasından da çəkilişimizi yekunlaşdırdıq. İndi burada növbəti bir parfümeri mağaza var. Kosmetika parfümeri Avon mağazasıdır. Bilirsiniz ki, Quzanda da 2 Avon Parfümeri mağaza şəbəkəmiz var və biri də elə, indi də Xankəndidə gördük, maşallah. Çox da gözəl, səliqəli şəkildə vitrinlərə düzülüb. Müxtəlif növ kosmetikalar, saç şampunları, Avonun məhsulları da hamısı, bütün burada nə görürsünüz, hamısı Avonun məhsulları da. Ən gözəl məhsullardan biri də pudra altı vurulan bu Avon Kare deməli kremidir. Çox qəşəngdir həqiqətən də. Mən öz satışından da deyə bilərəm ki, çox gözəldir. Bax, burada da belə ətirli şamlar var. Yandırıb evdə ətir saça bilərsiniz. Hörmətli izləyicilər, burada müxtəlif növ Avon məhsulları, bədən spreyləri, saç spreyləri də var. Yenə də həmçinin buradakı Avon vitrində də müxtəlif növ kosmetik məhsullar, kremlər. Baxın, hər şey üz təmizləyicilik və eyni zamanda misliyarlı sular, karandaş pomadalar, konturlar, tonallı kremlər, saç lakları, blesklər, hər birisi Avon mağazasında məhz Xankəndi Molda. İndi gəlin buradan da keçək. Doğrudan da Xankəndi Mol çox gözəldir. Bakıdakı mollardan heç də geri qalmır. İndi biz ikinci mərtəbədən baxırıq əraziyə. İndi gəlin digər bir mağazaya yaxınlaşaq. Çanta, ayaqqabı dükanıdır. Məhz Women Style mağazası. Gəlin Women Style mağazasına da daxil olaq. Burada xanımlar üçün ayaqqabılar, çantalar hər növdə, hər rəngdə, hər çeşiddə məhz siz gənc xanımlar üçün çantaları, ayaqqabıları görə bilərsiniz. Burada xanımlar üçün ketalar var. Bax, müxtəlif növdə. Görün nə gözəldir. Hardadır? Xankəndidə Women Style mağazasında. Çox qəşəngdir həqiqətən. Və burada da duflilər, tabanlı ayaqqabılar, fərqli ölçüdə yenə də burada çantalar var. Women Style-dan əldə edə bilərsiniz, hörmətli tamaşaçılarımız. Xankəndi Molda Altun kozmetik mağazasına daxil olur. Burada da yenə də həmçinin baxın, müxtəlif növdə çeşiddə şampun çeşidlərini məhz siz əldə edə bilərsiniz. Durudan, Givadan, İpək, Garnier, Head & Shoulders, L'Oreal və digər firmaların məşhur orijinal şampunlarını, duş gellərini, saç maskalarını, kremlərini, hər birisini siz əldə edirsiniz məhz Altun kozmetik mağazasından. Burada da yenə də müxtəlif saç rəngləri var, diş pastaları var. Baxın, orada otaq ətirləri də var, çubuqlu və sprey formada olan otaq ətirlərinin, keratin şampunları da var orada həmçinin. Burada da yenə də kosmetik bölmədir, hörmətli izləyicilər.
Burada da müxtəlif növ kremlər, salfetkalar və BB kremlər, tonallı kremləri, maskalar və müxtəlif növlərdə yenə də aşağıda kremlər sərgilənir. Siz, hörmətli xanımlar, gəlin Altun Kozmetikdən bu gözəl məhsulları əldə edin. İndi artıq yavaş-yavaş yekunlaşdırırıq çəkilişimizi ən gözəl məkanlardan birinə. Əgər siz burada kafeteriyada dincələcəksinizsə, uşağınızı ikinci mərtəbədə, baxın, burada uşaq əyləncə mərkəzi var, Xankəndi Molun. Sofia uşaq əyləncə mərkəzidir. Həqiqətən də çox gözəldir. Uşaqlarınızı gətirin, burada əylənsinlər. Həvalə edin Sofia uşaq əyləncə mərkəzini. Özünüz isə aşağıda kafeteriyada oturun. Ailələr, hər biriniz dincəlin, istirahət edin. Elə bu yaxında, yenə deyirəm, biz özümüz də gəlmişdik burada. Uşaqların istirahətini burada Sofia uşaq əyləncə mərkəzində təşkil etmişdik. Salam, xoş gördük, necəsiniz? Çox gözəl bir əyləncə mərkəzidir. Belə ailələr oturub istirahət edəcəyi yerdir. Burada uşaqların oynaması üçün bir dənə zonadır. Baxın, burada uşaqlara ala biləcəyiniz hər növdə şirniyyatlar, su, sok və çay sistemləri yenə də bura gələn ailələrə təqdim olunur. İndi gəlin görək, burada hansı növ əyləncələr var. Baxın, uşaqlarınız burada belə şişirdilmiş topların içərisində rahat şəkildə oynayır. Daha sonra qəşəng fotosessiya da eləyə bilərsiniz burada. Bu hissədə isə, baxın, görün nə qədər gözəl, fərqli çeşiddə burada uşaq maşınları, əyləncə zonası var, uşaq evi var. Burada uşaqlarınız əylənə bilərlər, oynaya bilərlər. Burada oturub fərqli rəsm üzərində yazı, şəkil çəkə bilərlər. Bu hissədə isə yenə də ən gözəl hissəsidir bu hissə. Baxın, müxtəlif əyləncə zonaları təşkil olunub. Buradan qalxırlar, oradan sürücə düşürlər. Yenə toplu şişirdilmiş toplar olan ərazidə heç bir problem yaranmır. Uşaqların təhlükəsizliyi üçün hər şey düşünülüb. Müxtəlif burada əyləncə zonaları var, stolları var. Fərqli deməli zonalar var ki, uşaqlarınız əyləncəsi üçün, vaxt keçirmək üçün səmərəlidir. Bax, orada elə zıplayan bir döşəkçə var və burada da yenə uşaqlar şəkil çəkməsi üçün çox qəşəng yerdir. Yəni, müxtəlif növ fotosessiyada burada həyata keçirə bilərsiniz Sofia uşaq əyləncə mərkəzində. Hörmətli tamaşaçılarımız, hər birinizi də Sofia uşaq əyləncə mərkəzinə gözləyirik. Xankəndinə gələndə əlaqə saxlaya bilərsiniz. Telefon nömrəsi 994 050 260 60 03. Siz Instagramdan və TikTokdan da buranı takip edə bilərsiniz. Bəli, hörmətli tamaşaçılarımız, gözəl çəkilişlərimiz oldu Xankəndi Moldan. İnşallah siz də belə gözəl çəkilişləriniz olmasını istəyirsinizsə, Xankəndidə obyektlərinizi reklam etmək istəyirsinizsə, hökmən mənimlə əlaqə saxlayın. Öpürəm, özünüzdən müğayət olun, növbəti çəkilişlərimizdə görüşənədək.